Hər kəsə salam, YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Bugün də sizinlə həftə sonu vloqu paylaşıram. Uzun müddətdir ki, sizinlə demək olar ki, ancaq həftə sonu vloqları paylaşıram və paylaşımları etdikcə müşahidə də eləyirəm ki, mən həftə sonları ancaq evdə oluram. Yəni bir gəzintiyə getmirəm, bir yerə getmirəm ki, oradan çəkim, nə isə paylaşım. Yəni həftə içi 5 gün işləyən adam ancaq yəni belə ola bilər də düşünürəm ki, yəni həftə sonları ancaq evdə ev işləri görməklə məşğulam. Bilirsiniz ki, son 3-4 həftədir ki, 6-cı günlər, yəni şənbə günləri anamın yanında olurdum. Elə olanda da işlərim ümumiyyətlə yığışıb qalırdı. Normalda yəni 2 günə böləndə işlərimi elə çox yəni güc düşmür, elə çox yorulmuram, amma bir günə sıxışdıranda bütün işlərimi təbii ki, onda həm təlaşlanıram ki, çatdıra bilməyəcəm, həm də ki, yoruluram istər-istəməz. Yəni bundan öncəki günü anamgildə idim. Bazar günü ancaq yəni işlərimi çatdırıb qurtarmalıyam da bir mənalı olaraq. Səhər durdum, yoldaşımı işə yola saldım. Yoldaşım bugün növbədə olduğu üçün Uğuru da özü ilə apardı ki, şəhərdə mamamın yanında qalsın və oradan məktəbə gedə bilsin. Bilirsiniz ki, Uğurun məktəbi artıq kifayət qədər uzaqlaşıbdı, yəni şəhərə gedir Uğur. Amma orada bir şey yaxşıdır ki, özü məktəbdən tək gələ bilir. Yəni bu bizim üçün inkişafdır. Mən Uğuru heç vaxt tək buraxmamışam. Mərdəkanda oxuduğu məktəbdə bizə, yəni hardasa 3 dayanacaq aralı idi, amma yenə də avtobusdan gedib gəlməyib heç vaxt. Həmişə şoferlə gedib gəlibdi. Yəni şəhərdə anamgilin evi məktəbə yaxın olduğu üçün bu bizim üçün inkişafdır. Yəni özü tək gedib gələ bilir. Yoldaşım yəni növbədə olduğu üçün Uğur apardı ora. Uğur dərslərini falan orada eləyəcək və özü də sabahkısı gün üçün, birinci gün üçün məktəbə oradan gedəcəkdi. Mən də səhər dediyim kimi durdum, onları yola saldım. Daha sonra Mehrin durdu, o da yeməyini falan yedi. Mən də bir tikə yeməyimi yeyib təzədən qalxdım yuxarı. Danışa-danışa yəqin ki, gördünüz, artıq evi səliqə-səhmana salmışam. Bir həftənin yığılmış paltarlarını qatladım, rahatladım, ütülənəcəkləri ayırdım. Ondan qabaqki günü də ağları atmışdıq, onlar da qurumuşdu artıq. Hamısını yığdım. Hava da gördüyünüz kimi çox tutqundur, yağışlıdır. Artıq qış əməlli başda özünü göstərir. Düzdür, hələ payız idi, amma yenə də qış özünü göstərirdi. Mən belə havaları çox sevirəm qızlar. Çox adam deyir ki, günəş çıxanda mən enerjili oluram, günəş mənə enerji verir. Amma çox qəribədir. Mən boz havaları görəndə daha çox enerjili oluram. Gördüyüm işdən daha çox zövq almış oluram. Nəsə günəşi sevmirəm, bilmirəm niyə. Bəlkə də qış fəslində doğulmuşam, ondanmı qaynaqlanır bilmirəm. Amma mən yəni konkret olaraq qış adamıyam, soyuq adamıyam. Yəni soyuq olsun varam, soyuğa varam. Amma istini heç sevmirəm, günəşi, yayı heç sevmirəm. Yayı bir tək uşaqlar tətilə çıxır, ona görə sevirəm, açığı deyim. Amma qalan heç bir halda yaydan xoşum gəlmir. Qışda da ki, dediyim kimi mənim üçün daha səmərəli olur. Elə bil ki, qış olanda daha enerjili oluram və işlərim mənim üçün daha verimli olur da, belə deyim. Nəysə ki, o günlərdən biri idi. Açığı biraz işlərimi də tez tamamlamaq istəyirəm ki, biraz özümə vaxt ayırmış olum. Özümlə də baş-başa qalım. Mümkün olduğu qədər, mənim ümumiyyətlə belə deyim, günlük rejimim çox ağırdır qızlar, çox çətindir. Amma mümkün olduğu qədər günün heç olmaya yarım saatı da olsa özümə ayırmağı sevirəm. Açığı deyim, bəzən olub ki, işim gücüm yəni başımdan aşıb, amma heç cürə o yarım saatı özümə ayırmamış, o işi görməkdə özümü əllərimdə hiss görə bilməmişəm. Mütləq şəkildə biraz dincəlib daha sonra işlərimi görmüşəm. İndi də deyirəm ki, işlərimi tez-tez görüm, yekunlaşdırım və biraz özümə vaxt ayırım. Uğur da yoxdur, Uğurun dərsləri ilə məşğul olası deyiləm. Mehrin də bir qismini elədi, yazılarını elədi. Daha sonra evləri bitirəndən sonra artıq oxunu eləyəcəyik.
Deməli gördüyünüz kimi qızlar evləri səliqəyə saldım. Sonra bir-bir toz soranlamağa başladım. İkinci mərtəbədən üçüncü mərtəbəyə düşən pləkanı silirəm. Yəni bunları pləkanları toz soranlamaq olmur. Əslində belə naqilsiz əl toz soranım olsa, toz soranlamaq olar. Özdə eləyib daha sonra silsəm mənə daha rahat olar. Amma təəssüf ki, naqilsiz enerji ilə işləyən toz soranım yoxdur. Ümumiyyətlə düşünürəm ki, mən artıq bir robot süpürgə almalıyam qızlar. Kimin evində varsa, yəni böyük bir belə deyim də tapıntıdır. Yəni böyük bir töhfədir ev işlərinə. Çünki onsuz da yəni ayda bir dəfə dərin təmizlik eləyirik də. Yəni bayram təmizliyi falan nəzərdə tutmuram. Ümumi yəni dərin təmizliyi nəzərdə tuturam. Amma qalan hallarda, yəni yüngül həftəlik təmizlik ediriksə, yəni düşünürəm ki, o robot toz soranlar çox sərfəli olar. Açığa axtarışdayam. İstəyirəm ki, birini alım, yeni il ərəfəsi özümə hədiyyə eləyim, amma qismət görək necə eləyirik. Yəni hər evdə olması gərəkən bir avadanlıqdır, elektronik avadanlıqdır. Hətta düşünürəm ki, airfryerdə mənə çox yaxşı olar, mənim əlimdən tutar. Yemək məsələsində də o mənə köməkçi olar. Yəni belə deyim də, axşamüstü gələndən sonra mən belə durum ev süpürüm, ev silim, belə şeylər eləyə bilmirəm. Yalnız belə deyim də, yerə nəsə bir şey düşsə, məcbur onu toz soranlamalıyam, silməliyəm. Əgər elə bir şey deyilsə, yəni yorğunluqdan mən gündəlik evin silmək, süpürmək işini görə bilmirəm qızlar. Amma düşünürəm ki, robot toz soranım olsa, yəni onu açaram, o da təmizləyər. Həm də açığı belə fikirləşirəm ki, əgər texnologiya imkan verirsə, onlardan istifadə eləmək lazımdır. Yəni indiki zəmanədə insan özünə, övladlarına, ailəsinə daha çox vaxt ayırsa, daha yaxşı olar. Nəinki ev işlərinə. Açığı deyim, mən səliqə, səhman, təmizliyi sevən adamam, amma şükür Allaha ki, vəsvası deyiləm. Heç vaxt da yəni vəsvası olmağı diləməmişəm. Vəsvası olanlara da açığı deyim, yəni hansısa bir psixi pozuntu kimi baxıram, nə yalan deyim. Yəni mən elə bir insan deyiləm, amma təbii ki, evdə səliqə, səhman, təmizliyi sevən birisiyəm. Keçmiş dövrdə necə idi qızlar? Bu arada qızlar, bəlkə də kiməsə qəribə gələr ki, vanna otağını yəni şampunla yuyuram. Şampun deyil, bu bədən gelidir. Bu bədən gelini o qədər bəyənərək almışdım, Olivia'dan almışdım. Endirimə düşmüşdü. Bundan 2 bağlama almışdım. İstifadə etdim, kifayət qədər də böyükdür, yəni 1 litrdir. Birini istifadə etdim, ikincini keçmişəm istifadə eləməyə, amma iysi məni o qədər tutdu ki, artıq istifadə etmirəm. Yəni belə sanuzel təmizliyini eləyəndə istifadə eləyirəm. Hə, onu deyirdim qızlar. Yəni keçmişdə necə idi? Keçmişdə qadınlarımızın işi çox idi. Yəni hər şey belə deyək də əllə görülürdü. Paltar yumaq, nə bilim, bir çox evlərdə toyuq, cücə, mal, qara. İndi Bakıda çox elə olmurdu, amma rayon yerlərində olurdu. İndi də var belə götürəndə. Və nəticə etibarilə düşünürəm ki, keçmişdə doğulan uşaqlar sanki elə bil həyətlərdə böyüyürdülər də. Yəni indi də məsəl üçün keçmiş qadınların biz cavan gəlinlərə belə bir tər baxmağının nəticəsi düşünürəm ki, onların yaşayış tərzidir. Onlara qəribə gəlir, məsəl üçün yeni anaların pampers işlətməyi, nə bilim, bəziləri var ki, hətta paltar yuyan maşını belə qəribsiyir. Robot toz soranı ümumiyyətlə qəbul etməyənlər var. Yəni ətrafımda görürəm, belə insanlar var. Amma düşünürəm ki, xeyr, yəni insan beyni nədən ötrüdür? Qurmaq, yaratmaqdan ötrüdür və hər şey insan yönümlü olmalıdır. Əgər əlimizdə belə bir şeylər varsa, texnika artıq buna imkan verirsə, biz də bunlardan geniş şəkildə istifadə etməliyik ki, həm özümüzə vaxt ayıra bilək, həm də ki, ailəmizə, övladlarımıza vaxt ayıra bilək. Nəysə qızlar, mən bugünlük işlərimi yekunlaşdırdım. Şükür Allaha çatdırdım. Yəni bütün işlərimi çatdırdım. Ən son olaraq da paltarları vurmuşdum maşına. Onları da çıxardıb yuxarı astım. Çölə asa bilmədim. Yəni hava tutqun idi, yağış yağırdı.
Bir də qızlar, işimi yekunlaşdırandan sonra yadıma düşdü ki, mən bu dekor üçün işıq almışdım. Almışam, neçə gündür qalıb orda, hələ ki qoymamışdım yerinə. Yəni bəzək işlərim demək olar ki, tam yekunlaşıb, amma bir dənə işıqlar qalmışdı. Onları da yerləşdirdim və Mehrinə dedim, qalxaq yuxarı, dərslərinə baxaq, biraz sual-cavab elədim. Mehrin bilirsiniz ki, rus bölməsi üzrə hazırlaşır və ilin sonunda imtahan verməlidir. O imtahana hazırlaşır, həm də hazırlığa gedir ümumiyyətlə, müəllimə yanına gedir. Çıxdıq, biraz onu sorğu-sual elədim. Açığı dünəndən qalan yeməklərimiz falan da var idi qızlar. Yemək bişirməyə ehtiyac görmədi. Elə gün ortamızı da, axşamımızı da gördü. Çünki dünənki günü yəni evdə olmamışdıq. Yəni çox da elə yeyilməmişdi yemək. Yemək də bişirmədik. Biraz günümüz belə deyim də yüngül keçdi yemək baxımından. Əsas Mehrin idi. Mehrin də yeməyini yedi. Mümkün olduğu qədər uşaqların dərslərini alışdırıram ki, otaqlarında eləsinlər. Yəni bəzən olur ki, çox nadir hallarda aşağı düşüb aşağıda qonaq otağında dərs eləyirik. Bəzən olur ki, otaqları soyuq olur, məcbur aşağıda eləyirik. Amma mümkün olduğu qədər otaqlarında dərs eləyirlər. Axşam oldu qızlar, Mehrini qoydum yatmağa. Mən özüm də düşdüm aşağı, gəldim. Biraz YouTube-a açdım, amma bir şey tapa bilmədim baxmağa. Özümə də belə çay süzdüm şirniyyatla. Yolkanın da işıqlarını yandırdım, dekorun da işıqlarını yandırdım. Bu mənim üçün belə deyim də bu gün ərzində özümə ayırdığım yarım saatım idi. Yəni növbəti gündə işdə olacağam. Biraz dedim dincəlim, daha sonra isə gedim artıq yatım. Bir dekorun işıqlarını söndürdüm. Bunlar isə şamdır qızlar. Evin içinə də şam qoymuşam. Bu dekorun arxa hissəsinə də şamlar qoymuşam. Ondan bir hamısını söndürdüm. Amma bu il istəyirəm ki, yolkanı açığı deyim, biraz tez götürmək istəyirəm. İşə getməmiş, elə yanvarın 1-2-si götürəcəm. Belə qızlar, bu da mənim bir günümün sonu.